Qələbənin işığı Azərbaycanın qədim, zəngin mədəni irsini, min illərin sirlərini və əcdadların öyrətdiyi hikməti özündə əks etdirən Xırdalan adlı kiçik bir kənd vardı. Bu kəndin dar daşlı küçələri, köhnə kəllələr, əski ağacların kölgəsi və tarlalarda yetişən təzə məhsullar, keçmişlə gələcəyin bir araya gəldiyi, sanki hər daşında bir nağıl danışan müqəddəs bir məkan idi. Hər səhər günəşin qızıl şüaları kəndin hər küncünə ümid dolu işıq saçır, axşam isə ulduzların səması sanki min illərin hikmətini və sükutunu əks etdirirdi. Kəndin sakinləri nəsildən nəsilə ötürülən ənənələrə, adət-ənənələrə və əcdadların öyrətdiyi dəyərlərə sadiq qalıb, hər kəsin ürəyində dərin bir səmimiyyət, mərhəmət və inam var idi. Onlar üçün həyatda ən vacib olan öz qəlbindəki işığı tapmaq və onu ətrafındakılara da çatdırmaq idi. Bu inam, xüsusilə gənc qardaşlarımızdan biri olan Namiqdə parıldayırdı. Namiq, kəndin ən çalışqan, dürüst və səmimi oğlanlarından biri idi. O, atası Hüseyn bəyin öyrətdiyi dəyərlərlə böyümüş, onun həyatın ən böyük qələbəsi, insanın öz qəlbində daşıdığı sevgi və mərhəməti heç vaxt itirməməkdədir sözlərini hər an xatırlayaraq, hər işində səmimiyyəti və dürüstlüyü əsas götürürdü. Hüseyn bəy, kəndin bütün sakini üçün bir öndər, həm də dərin təcrübəsi və həyatın acı-şirin anlarını yaşamış bir bilgə idi. O, tez-tez deyərdi, əziz oğlum, qələbə yalnız zəfərlə ölçülmür. Həyatın qələbəsi hər çətinlik qarşısında ürəyində daşıdığın inam, sevgi və mərhəmətlə insanların bir-birinə olan dəstəyi ilə olur. Hər birinizin qəlbində parlayan o işıq sənin əsl qələbəndir. Namiqin həyatı sadəcə kənddə, dar küçələrdə və tarlalarda keçən adi günlərdən ibarət değildi. O, öz qəlbindəki arzulara, ümidlərə və həyatda nail olmaq istədiyi böyük məqsədlərə sadiq idi. Hər səhər o, ulduzların sönməz parıltısına baxaraq, mən bu həyatda yalnız maddi zənginliyi deyil, insan qəlbindəki səmimi sevgi və mərhəməti, o əbədi ümid işığını tapmaq istəyirəm deyə düşünürdü. Bir gün kənddə böyük bir imtahan başladı. Yerli hökumət tərəfindən kəndin inkişafı, təhsil və sosial rifahın artırılması üçün yarışma elan edildi. Bu yarışma kəndin gənclərinə öz qabiliyyətlərini göstərmək, yeni ideyalar və layihələrlə irəli getmək imkanı verirdi. Hər kəs bu yarışmada iştirak etmək üçün həyəcanlanır, kəndin hər küncündə ümid və sevinç dolu səs-küylər eşidilirdi. Namiq də bu yarışmaya qatılmağa qərar verdi. O, yalnız öz qabiliyyətlərini nümayiş etdirmək istəyirdi, eyni zamanda atası Hüseyn bəyin həyatın əsl qələbəsi, öz qəlbində daşıdığın işığı heç vaxt sönməməkdir sözlərini reallaşdırmaq istəyirdi. Namiq, kəndin qədim kitabxanasında köhnə sənədlər arasında araşdırmalar apardı, kəndin tarixi və mədəniyyətinin, əcdadların öyrətdiyi hikməti dərinləşdirdi. O, çoxsaylı müsahibələr aldı, kəndin hər küncündə yaşayan yaşlılardan nağıllar eşitdi və nəticədə Xalqın Ümid Hekayəsi adlanan böyük bir layihə ortaya qoydu. Bu layihə yalnız kəndin keçmişini və indisini əks etdirmirdi, eyni zamanda hər kəsin qəlbində yaşayan səmimi arzuları, sevinc və kədərləri, inam və ümidləri bir araya gətirirdi. Namiq layihəsində kəndin hər bir sakininin həyat təcrübələrinin, atalarının sözlərini və öz içindəki işığı necə tapdığını təsvir edirdi. O, layihəsini təqdim edərkən Tolstoyun romanlarında təsvir olunan insan təcrübələrinin genişliyini və dərinliyini, hər kəsin öz qəlbində daşıdığı ümid və inamı böyük bir epik hekayəyə çevirərək göstərdi. Yarışma günü gəldikdə bütün kənd sanki bir-birinin qəlbinə dərin baxışlarla, sevinc və həyəcanla doldu. Namiqin layihəsi digər bütün işlərdən fərqli olaraq insanın daxili dünyasını, keçmişin hikmətini və gələcəyin ümidini birləşdirən, hər kəsin öz içində daşıdığı səmimi işığı ortaya qoyurdu. Müsahibələr zamanı Namiq səmimi və dərindən danışır, həyatın ən böyük qələbəsi, hər birimizin öz qəlbində parlayan o əbədi işıqdır. Bu işıq, sevgi və mərhəmətlə insanları bir araya gətirən, onların acı və şirin anlarını daha da qiymətli edən bir gücdür, deyə söz açırdı. Yarışmanın nəticəsi gəldikdə Namiq layihəsi həm yerli, həm də milli səviyyədə böyük təriflər aldı. Onun təqdimatı sadəcə bir ideya kimi qalmadı, o, insanların qəlbində yeni ümid işıqları yandırdı, kəndin hər küncündə yaşayan hər bir insanın öz içindəki gücü tapmasına səbəb oldu. Kəndin sakinləri Namiqin layihəsini dinlədikdən sonra sanki hər kəsin qəlbindəki dərin ümid və sevgi daha da parlaq bir şəkildə parıldamağa başladı. Atası Hüseyn bəy Namiqin bu uğurunu görərək gözlərində həm fəxr, həm də duyğuların dərindən əksini hiss etdi. O, oğlum, sən bugün öz qəlbindəki işığı bütün kəndə yaydın. Hər birinizin içindəki o əbədi ümid, sevgi və mərhəmət bizim ən böyük qələbəmizdir, deyərək kəndin bütün sakini üçün bir nümunə oldu.
Kəndin yaşlıları Namiqin işində keçmişin dərsləri ilə gələcəyin ümidini necə birləşdirdiyini görərək onun sözlərini və işini dərin hörmətlə yad etdilər. Bu uğurdan sonra Xalqın Ümid Hekayəsi adlı layihə kəndin inkişafı üçün bir ilham qaynağına çevrildi. Kəndin hər bir sakinin öz həyatında, öz qəlbindəki işığı taparaq bir-birinə dəstək oldu. Gənclər Namiqin izindən gedərək yeni ideyalar və layihələrlə kəndin inkişafına öz töhfələrini verməyə başladılar. Hər axşam ulduzların altında toplanan insanlar keçmişin hikmətinin, əcdadların öyrətdiyi dəyərləri və gələcəyin ümidini bölüşərək birlik və sevgi ilə dolu bir gələcək üçün ümidlə danışırdılar. Zaman keçdikcə Xırdalan kəndi yalnız bir coğrafi məkan olaraq qalmadı, o, insanların qəlbində yaşayan, səmimi ümid və sevginin, mərhəmətin və inamın simvoluna çevrildi. Namiqin qələbəsi kəndin hər küncündə hər bir insanın öz içindəki o əbədi işığı tapmaq üçün verdiyi cəhdin təzahürü oldu. Hər kəs öz həyatında keçmişin dərslərini unutmayaraq gələcəyi sevgi və ümidlə qurdu. Bu nağıl Tolstoyun epik təsvirindən ilhamlanaraq həyatın acı şirin anlarının insanın daxili səyahətini və qələbənin yalnız maddi zəfərlərlə deyil, ürəkdə daşıdığı səmimi işıqla, sevgi və mərhəmətlə ölçüləcəyini bizə göstərdi. Hər kəs öz qəlbindəki günəşi tapdıqda həyatın əsl mənası, insanlıq, birlik və əbədi ümid öz-özünə parıldayırdı. Beləliklə, Qələbənin İşığı adlı bu dastan yalnız Namiqin şəxsi uğur hekayəsi deyildi, o, bütün kəndin, hər bir insanın qəlbində yaşayan, nəsildən nəsilə ötürülən səmimi dəyərlərin və əbədi ümidin şahidi oldu. Azərbaycan torpaqlarının zəngin mədəni irsi və kəndin unudulmaz adət-ənənələri ilə örülmüş bu nağıl hər zaman insanların öz içindəki işığı taparaq həyatın ən böyük qələbəsini, sevgi, inam və mərhəmət dolu bir həyat sürməyi, necə əldə etdiklərini xatırlatdı. Beləliklə, Qələbənin İşığı dastanı hər kəsə öyrətdi ki, əsl zəfər öz qəlbində daşıdığın sevgi və ümidin səmimi parıltısında gizlidir. Hər addımda, hər baxışda, hər ürək döyüntüsündə, kəndin dar küçələrindən, əski divarlarından və ulduzlu səmalardan eşidilən o əbədi səs, biz birlikdə, sevgi və mərhəmətlə qələbə çalırıq öz təsirini daima göstərdi.